Tutaq ki, bir birləşmə verilib. O birləşmənin tərkibində elementlərin biri mənfi göstərir, biri müsbət göstərir. Mənfi ilə müsbəti elə yazmalıyıq ki, biz onların valentliyinə uyğun olmalıdır. Həm valentliyə uyğun olmalıdır, həm də ki, onların cəbri cəmi 0 olmalıdır. A2B yazıram. B mənfi 2-dirsə, A müsbət 1 olmalıdır. O müsbət 1-i 2-yə vurarsa, müsbət 2 eləsin. Demək olar ki, oksitləşmələrə gəlsin. Valentliyi üst-üstə düşür. Yazıram mən natrium H. Bax, natrium 1 valentlidir. Müsbət 1 oldu. Hidrogen də müsbət 1 ola bilməz axı. Elə deyilmi? Hidrogen müsbət 1 ola bilmədiyinə görə avtomatik mənfi 1 olmalıdır. Bax, silisium H4-dür, bor H3-dür. Bax, bunlarda hidrogen mənfi 1-dir, istisnadır. Ümumiyyətlə, hidrogen qeyri-metallarla birləşmələrdə müsbət olur. Amma silisium və bor da qeyri-metal olmasına baxmayaraq istisnadır. Metalların maksimal oksitləşmə dərəcəsi qrupun nömrəsinə bərabərdir. Qrupun nömrəsi. Tutaq ki, element ikinci qrupda yerləşir, maksimal 2 olur. Metallar minimalı mənfi ola bilməz, 0 götürülür. Qeyri-metallara baxırıq. Qeyri-metallarda maksimal oksitləşmə dərəcəsi qrupun nömrəsinə bərabərdir. Elə deyilmi? Minimalı isə qrupun nömrəsi neçədirsə, qrupun nömrəsi ondan 8-ə çıxıram. Tutaq ki, məsələn, götürürəm fosfor. Fosfor 5-ci qrupda yerləşir. Maksimalı nə qədər olacaq? Müsbət 5. Çünki 5-ci qrupda yerləşir. Minimalı nə qədər olacaq? 0. 8-dir. Bəli, 8-dir. Qrupun nömrəsi neçə olacaq? Qrupun nömrəsi neçədir? İndi dedim burada 5. Mənfi 5 nədir, bala? Qrupun nömrəsini mənfisini almır bəs minimum olaraq. Minimal nə yazmışam bura? Qrupun nömrəsi çıxılsın. Çıx 8-dir. Ay, sağ ol. Misal göstərmək üçün yazdım. Yo. Mənfi 3. Ay, sağ ol. İstisnalarımız var bizim. Bax, flor da qeyri-metaldır. Flor qeyri-metal olmasına baxmayaraq bunun minimalı mənfi 1-dir, yəni buna uyğundur. Amma maksimalı qrupun nömrəsinə uyğun deyil. Maksimalı neçədir? 0-dır. Oksigen 6-cı qrupda yerləşir. Maksimalı müsbət 2-dir. Görürsən, maksimallar uymur.